Salam, bugün biz hamımızı dərindən düşündürən, bəlkə də biraz narahat edən bir mövzuya, Z nəslinin zehnində baş verən dəyişikliklərə təhsil elmi prizmasından baxacağıq. Yəni, sadəcə fərqli sosial şəbəkələr istifadə edən gənclərdən danışmırıq, onlar bəşər tarixinin ən sürətli dəyişim dövrünün tam mərkəzində böyüyüblər. Gəlin görək, bu tamamilə rəqəmsal mühit onların öyrənmə və düşünmə tərzini necə dəyişib. Və bu bizi çox provokativ bir suala gətirib çıxarır. Z nəsli həqiqətən də öz valideynlərindən daha az ağıllıdır. Bilirəm, bu çox iddialı və hətta haqsız bir tənqid kimi səslənə bilər, amma gəlin emosiyaları bir kənara qoyaq və əlimizdəki faktlara, 100 illik məlumatlara əsaslanaraq bu məsələnin əslinə baxaq. Sizə sarsıdıcı bir fakt deyim. 2026-cı ilin yanvarında ABŞ Senatında idrak üzrə neyrobioloq Dr. Jared Quinney Horvat çox diqqət çəkən bir ifadə verdi. O dedi ki, hər nəsil valideynlərindən daha yaxşı nəticə göstərirdi, ta ki Z nəslinə qədər. Diqqət edin, bu təkcə bir ölkənin statistikası deyil. Bu 80 müxtəlif ölkədən toplanmış və bəşər tarixində indiyə qədər görülməmiş qlobal bir tendensiyadır. Yaxşı, gəlin bu işin içinə biraz daha dərin dalarıq. Məşhur flying effekti deyilən bir fenomen var. Baxın, 1930-lardan tutmuş 1970-lərə, hətta bəzi yerlərdə 2000-ci illərə qədər insanların IQ səviyyəsi davamlı olaraq artırdı. Hər 10 illikdə təxminən 3 bal. Amma biz birdən-birə genetik olaraq dahiyə çevrilməmişdik. Sadəcə, qidalanma, təhsil, səhiyyə yaxşılaşmışdı və həyat bizdən daha mürəkkəb düşünməyi tələb edirdi. İndi isə 2010-cu illərə gəlirik və bam, görünməmiş bir durğunluq, ardınca da geriləmə. Bəs nə oldu? Bəziləriniz yəqin düşünürsünüz ki, bəlkə bu genetika ilə bağlıdır? Xeyr, 2018-ci ildə Norveçdə düz 730 min kişi üzərində aparılan nəhəng bir araşdırmaya baxaq. Təsəvvür edin, eyni evdə, eyni genetika ilə böyüyən qardaşları müqayisə edirlər. Nəticə, 1975-dən əvvəl doğulan böyük qardaşın IQ balı, düz onun arxasınca eyni şərtlərdə böyüyən kiçik qardaşdan daha yüksək çıxır. Deməli, məsələ qətiyyən genlərimizdə deyil. Bu kognitiv geriləmə tamamilə dəyişən ətraf mühitimiz və rəqəmsal vərdişlərimizlə bağlıdır. Baxın, biz çox vaxt Z nəslini rəqəmsal yerlilər adlandırırıq, elə deyilmi? Çünki onlar əllərində telefonla doğulublar. Amma ortada təhsil mütəxəssislərinin qara qutu sindromu adlandırdığı böyük bir problem var. Bu nə deməkdir? Yəni, sən texnologiyanı su kimi asanlıqla istehlak edirsən, amma arxasındakı sistemin necə işlədiyindən zərrə qədər xəbərin yoxdur. Bir gənc yeni bir mobil tətbiqi saniyələr içində viral edə bilər, amma ofisdə adi bir printer xarab olanda donub qalır. O qutunu açıb, problemi həll etməyə əvəzinə kiminsə gəlib onu düzəltməsini gözləyir. Bu bizi çox vacib bir fərqə gətirib çıxarır. Pasiv texnologiya istehlakçısı olmaq, yoxsa aktiv texnologiya yaradıcısı olmaq. Əvvəllər biz bir şeyi özümüz qurmağa, sistemləri anlamağa məcbur idik. İndi isə dayanmadan pasiv şəkildə ekranı sürüşdürürük. Sadəcə sürətli dopamin alırıq. Halbuki o qara qutunun qapağını açmaq, algoritmləri anlamaq beynimizin kognitiv əzələlərini məşq etdirir. Əgər biz yaradıcılıqdan uzaqlaşıb ancaq pasiv istehlakçı olaraq qalsaq, beynimizin o dərin təhlil qabiliyyəti mütləq şəkildə zəifləyəcək. Amma durun, hər şey o qədər də qaranlıq deyil. Burada həqiqətən çox maraqlı bir detal var. 2023-cü ildə Şimal-Qərb Universitetinin təxminən 400 min insan üzərində apardığı araşdırma, bəli, riyazi və şifahi məntiqdə geriləmə olduğunu təsdiqləyir. Amma bu yaşıl dilimə, xüsusi ayrılmış hissəyə diqqət yetirin. 3D məkan dərki inanılmaz dərəcədə yüksəlişdədir. Niyə? Çünki bu uşaqlar saatlarla mürəkkəb video oyunları oynayır, 3D rəqəmsal mühitlərdə vizual olaraq naviqasiya edirlər. Yəni, əslində beyin tamamilə çökmür, sadəcə fərqliləşir. Bu vəziyyəti izah edən ən mükəmməl bənzətmə bəlkə də budur. Biz beynimizin mərkəzi prosesorunu, yəni CPU-sunu qurban verərək qrafik prosesorunu, yəni GPU-sunu inkişaf etdiririk. Z nəsli eyni anda bir neçə ekrana baxıb, vizual məlumatı inanılmaz sürətlə tuta bilir. Lakin təəssüf ki, bu sürət dərin oxuma, uzun müddətli fokus və mürəkkəb məntiqi təhlil bahasına baş gəlir. Onlar sadəcə kütləşmirlər. Ətraf mühit onların beyinlərini tam fərqli şəkildə formalaşdırır. Və sizcə bizim təhsil sistemimiz bu vəziyyətə necə cavab verir?
Təəssüf ki, aktiv mübarizə aparmaq əvəzinə tam bir təslimiyyət görürük. Uşaqların diqqət müddəti azalır, sistem isə bunu düzəltmək, o diqqəti məşq etdirmək əvəzinə imtahanları qısaldır. Məsələn, ABŞ-dakı məşhur SAT imtahanlarında əvvəllər uşaqlardan 750 sözlük dərin mətnləri oxuyub anlamaq tələb olunurdu. İndi isə bunu ləğv edib, yerinə 54 dənə qısa, bir-biri ilə əlaqəsi olmayan cümlə qoyublar. Biz gənclərin zehnini inkişaf etdirmək əvəzinə təhsili qısaldılmış, ekran aslısı beyinlərə tabe edirik. Skandinaviya dönüşü pedaqoji həll, gəlin görək bu təslimiyyətə qarşı çıxanlar nə edir? Bəli, bu cür təslimiyyətlə barışmayanlar da var. Məsələn, rəqəmsallaşmanın beşiyi sayılan İsveç. Spotify və Minecraft kimi nəhənglərin vətəni olan bu ölkə bir neçə il əvvəl böyük bir həvəslə bütün kağız kitabları məktəblərdən yığışdırıb planşetlərini əvəz etdi. Amma nəticə, uşaqların oxuyub anlama qabiliyyəti sanki uçuruma yuvarlandı. Təhsil naziri Lotte Edholm çıxıb bunu açıq-aşkar qeyri-elmi eksperiment adlandırdı. Üstəlik, çox nüfuzlu Karolinska İnstitutu da ekranların beynə vurduğu zərəri rəsmi şəkildə bəyan etdi. Bəs bu böyük rəqəmsal səhvin ölkəyə maliyyə zərbəsinə qədər oldu bilirsiniz? Düz 100 milyon avro. Bəli, düz eşitdiniz. İsveç hökuməti indi sırf o bildiyimiz ənənəvi fiziki kağız kitabları yenidən şagirdlərin əlinə vermək üçün dövlət büdcəsindən bu qədər nəhəng vəsait xərcləyir. Biz elə bilirdik ki, cihazlarla irəli gedirik, amma məlum oldu ki, fiziki kağızın verdiyi o dərin idrak qabiliyyətini dünyadakı heç bir ekran əvəz edə bilməz. Danimarka isə 2026-cı il üçün daha aqressiv, amma bir o qədər də effektiv addımlar atır. Təsəvvür edin, ibtidai məktəblərdə smartfonlar tamamilə qadağan olunur. 15 yaşdan aşağı uşaqlar üçün isə sosial mediaya çox sərt qanuni limitlər qoyulur. Və bilirsiniz, təcrübəli müəllimlər nə deyir? Onlar bunu nəhəng bir uğur adlandırırlar. Çünki çox uzun illərdən sonra ilk dəfədir ki, uşaqlar tənəffüsdə telefonlara gömülmək əvəzinə yenidən bir-biri ilə oynayır, göz təması quraraq normal ünsiyyət edirlər. Bütün bu idrak eroziyası məsələsində ən ironik və bəlkə də ən böyük ümid yeri nədir bilirsiniz? Z nəsli öz vəziyyətinin çox yaxşı fərqindədir. 2024-cü ildə Oxford lüğətinin ilin sözü seçdiyi brain rot, yəni beyin çürüməsi ifadəsini elə gənclərin özü yaradıb və sosial şəbəkələrdə viral ediblər. Onlar öz kognitiv zəiflikləri ilə zarafat edəcək qədər yüksək fərqindəliyə sahibdirlər. Sadəcə olaraq bu dayanmaq bilməyən informasiya selindən tək başına necə xilas olacaqlarını bilmirlər. Əlbəttə, kimsə deyə bilər ki, tarix boyu hər yeni texnologiya onsuz da panika yaradıb. Məsələn, bu tarixi sitata diqqət edin. Bu ixtira onların ruhuna unutqanlıq əkəcək, yaddaşlarını işlətməyi dayandıracaqlar. Bunu kim deyib bilirsiniz? Böyük filosof Sakrat öz də yazının ixtirasından qorxarkən. Yəni, insanlıq həmişə mətbəəyə, radioya, televiziyaya şübhə ilə yanaşıb, amma sonda bir şəkildə adaptasiya olmağı, vəziyyətdən faydalanmağı bacarıb. Amma, və bu çox böyük bir ammadır. İndiki vəziyyətin o tarixi teknopanikalardan çox qorxulu və fundamental bir fərqi var. Dəyişikliyin misilsiz sürəti. İnternet, smartfonlar, indi də süni intellekt. Bütün bunlar bircə insan ömründən də qısa bir vaxta sığışdırıldı. Bu dayanmayan məlumat bombardımanı bizim kognitiv sistemimizi sözün əsl mənasında küncə sıxışdırır. Məhz buna görə də bu prosesi sadəcə zamanın axarını buraxa bilmərik. Mütləq şəkildə təhsil sisteminin çox təcili və strukturlaşdırılmış müdaxiləsinə ehtiyacımız var. Yaxşı, bəs çıxış yolu nədir? Təhsil elminin konkret bir xilas planı var. Nəzərə alsaq ki, Z nəslindəki bu geriləmə genetik yox, ətraf mühitlə bağlıdır, deməli biz məqsədyönlü təlimlə bunu cəmi 10-15 ilə geri qaytara bilərik. Necə? Birincisi, passiv istehlakdan çıxıb aktiv sistem quruculuğunu və kodlaşdırmanı öyrətməliyik. İkincisi, ekran arxasından çıxıb üz-üzə sosial öyrənmə mühitini bərpa etməliyik. Üçüncüsü, o bahalı eksperimentlərin də göstərdiyi kimi fiziki kitablar vasitəsilə dərin oxuma refleksini yenidən qazanmalıyıq. Və ən əsası, insan diqqətini sonsuz bir resurs kimi yox, tükənən, məhdud və çox qiymətli bir xəzinə kimi qorumalıyıq. Bəli, texnologiya bizə möhtəşəm imkanlar verdi, amma əvəzində ən dəyərli şeyimizi, diqqətimizi və fokusumuzu aldı. Bugün incələdiyimiz bu proses göstərir ki, rəqəmsal dövrün yükü heç də yüngül deyil. Sonda istəyirəm sizi bax bu sualla baş-başa buraxam. Gələcəyin ən böyük müharibəsi torpaq və ya enerji uğrunda olacaq, yoxsa sadəcə insan diqqətini ələ keçirmək uğrunda?
İzlədiyiniz üçün təşəkkürlər. Zehninizi aktiv tutmağı və öz diqqətinizə sahib çıxmağı unutmayın. Düşünməyə dəyər, elə deyilmi?